Hamısına yer verəcəyəm. Sadəcə qəhbələr qəhbəlikdən uzaq olacaq, hamısı fabriklərdə, zavodlarda yüksək də maaş veriləcək, sığortasının azadıyla işləyəcək. Hamısı. Bütün məscidlərdə bir dənə molla götü qayraram orada, eləyərəm. Bir dənə orada molla olmamalıdır. Qabil Azərbaycana gəldisə, bir dənə məscidlərdə olacaq cümə günü. Məscidin axunda olacaq, sağını solunu yığıb oradan neyəcək özü bilər. Hamı işləməyə. İş sahibi özü bilər. O dindarı iş vaxtı buraxacaq mı, buraxmayacaq mı? Onu kontrakta imza atıp ki, yer alıp ki, bu gündə 3 dəfə veya 5 dəfə namaz qılacaq. O müdür özü bilər, mənə nə dəxli var? Mən sadəcə mollalara da pul verən deyiləm, ha. İlham Əliyev maaşlat verir. Mən molla götü eləyənəm, ha, bilirsiniz də, orada çox pis danışdırmayın məni. Vəssalam. Molla nədir? Hamı işləməyə, bir nəfər boş qalmamalıdır. Əlin buradan yoxdur, buradan əlin yoxdur. 2 dənə ayağın yoxdur, nasılqadasan belə. Sən də işləyəcəksən. Bütün o devlet müəssisələrində səni kursa göndərəcəm, o işi bacaracaqsan, devlet kurs da səni oxudacaq. Almanya'dakı kimi sən gedib ayaqların yoxdur, orada işləyəcəksən. Bir əlin yoxdur, gedib bir əlinlə kompüterdə ayna siləcəksən. Və burada yaxşı iş nədir? Birinci, sən öz istədiyin işi seçəcəksən. Bu bir. İkincisi, səndən bir qəpikdə vergi alınmayacaq. Nə aldın? Ana südü kimi halalındır. Qoy cibinə. İndi gedirsiniz, oturan yerlər var, ha, banklarda, devlet müəssisələrində. Hər yerdə kim oturubdur? Mamili matan qızlar, əmcəklər oturub. Əmcəklər, quşlar. Hamısı rədd eləyəcəyəm oradan. Belə nəzik kalustikli oğlanlar oturub, ha, bankda, devlet müəssisələrində, nazirliklərdə. Hamısı qızları götürür qayırmaq üçün, elə mi? Ha, sizi. Oğlanlı qızda hamınızı rədd eləyəcəm. Orada ancaq əlillər yer alacaq. Almanya'da gedirsən sosyala, job centre, Almanya'da gedirsən Liboy devlet idarəsində hamı nasılkadadır. Hamı əlildir. Bütün hamısı əlillər orada oturubdur. Bizdə də gəlirsən, elə yerlərə görürsən ki, zaten Tovuz rayonu boyda rayonda 5-6 dənə sosyal işçisi var. 5-6 nəfərdir sosyal işçi, 2 otağı var. 2-3 otağı var. 5-6 nəfər də işçisi, onda biri süpürgəçidir. Qayırmaq üçün. Vəssalam.